Söz acizdir deyə Allah bizi nə qədər sevir. Söz acizdir deyə. O bəhsi açmaq istəmirəm, çünki dilim naqisdir, mövzu ağırdır. Dünən bir yerdə oturduq, məclisdən sonra danışdıq bu mövzuda. Elə otururduq ki, biraz dincələk. Adam danışdıqca görürsən ki, izah eləmək çətindir bunu ki, Allah bəndəsini nə qədər sevir. Suallar doğur, gərək fəlsəfəyə daxil olasan, irfana daxil olasan, ki, bəziləri müxtəlif suallar verilə bilər. Amma onu bilin ki, Allah o qədər sevir ki, dünyada çəkdiyim bir an, qəmi də belə sənə rəva bilmir. Qiyamətdə deyir Allah, elə bir hal alır hədislərə var ki, az qalır üzr istəsin ki, bağışlı üstü dünyaya göndərdim. Qiyamətdə deyir Allah, elə bir hal alır hədislərə var ki, az qalır üzr istəsin ki, bağışlı üstü dünyaya göndərdim. Qiyamətdə deyir Allah, elə bir hal alır hədislərə var ki, az qalır üzr istəsin ki, bağışlı üstü dünyaya göndərdim. Allah üzr istəyir, subhanallah. Sizin əqidədə Allah bağışlayın, üzr istəyirəm, səhv etmişəm sözünü deyən Allah, o Allah necə Allahdır ki, xəta eləyir. Nə oldu? 12 imam, 14 məhsumdur, Əhl-i Beyt məhsumdur, amma Allahın xətası var. Allah üzr istəyir. Bu necə bir dindir ki, 14 məhsum, Əhl-i Beyt məhsumdur deyirsiniz, amma Allahın xətası var deyirsiniz. Bu nə dindir? Vallahi bu dində qalmaq olmaz. Bu dində qalaraq Rəbbə tərəf getməyəcəksiniz. Bilin və bunu hər yerdə paylaşın. Abunə olun ki, bütün həqiqətlərə siz gəlib çata bilərsiniz. Subhanallah. Bunun üçün rəhmət düşür indi. Allah bu insana rəhmət etsin sözünü demək olur. Özünüz bilin, deyin. Deyin, onu şad eləyin. Deyin, Allahı qəzəbləndirin. Söz acizdir deyə Allah bizi nə qədər sevir. Söz acizdir deyə. O bəhsi açmaq istəmirəm, çünki dilim naqisdir, mövzu ağırdır. Dünən bir yerdə oturduq, məclisdən sonra danışdıq bu mövzuda. Elə otururduq ki, biraz dincələk. Adam danışdıqca görürsən ki, izah eləmək çətindir bunu ki, Allah bəndəsini nə qədər sevir. Suallar doğur, gərək fəlsəfəyə daxil olasan, irfana daxil olasan, ki, bəziləri müxtəlif suallar verilə bilər. Amma onu bilin ki, Allah o qədər sevir ki, dünyada çəkdiyim bir an, qəmi də belə sənə rəva bilmir. Qiyamətdə deyir Allah, elə bir hal alır hədislərə var ki, az qalır üzr istəsin ki, bağışlı üstü dünyaya göndərdim. Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər, bunlar Rəbbinə iftira yaxanlardır deyəcəklər. Allahın lənəti olsun zalimlara. O kəslərə ki, insanları Allah yolundan saptırır, onu əyri göstərməyə çalışır. Onlar yeryüzündə Allahdan yaxa qurtara bilməyəcəklər. Onların əzabı qat-qat artırılar. Çünki onlar haqqı eşidə bilmirdilər və görmürdülər. Onlar özlərini ziyana uğradarlar. Şübhə yoxdur ki, axirətdə ən çox ziyana uğrayanlar da onlardır. Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay!